Artıq 20-dən artıq dostum mənə bu qardaşın mənlə bağlı çəkdiyi videonu göndərdi. Vallahi ki video çəkməyəcəkdim qardaş sənə. Sadəcə hər birinə ayrı-ayrılıqda deməkdən tükəndim. Ona görə bu videonu çəkirəm. Haqqımı halal elə. Qardaşlar, bu qardaşın videosunu mənə atmayın. Qardaşın səhifəsinə baxmışam. İzləyici kütləsi mənim səhifəmin izləyici kütləsindən azdır. Böyük əksəriyyət videolarının baxışı mənim haqqımda danışdığı videodan azdır. Əgər bu qardaş mənim haqqımda məni tənqid edərək danışıb izləyici kütləsi toplayacaqsa, baxış toplayıb öz reabilitasiya mərkəzinə narkomaniyadan və yaxud da iqramaniyadan əziyyət çəkən insanları cəlb edərək həm onları müalicə etmək, həm də özünü, qazancını düzəldəcəksə, mən haqqımı halal edirəm. Qardaş danışsın. Deyir də, nə deyirsə yəqin düz deyir. Fikir verməyin qardaşlar. Hər şey əladır, hər şey gözəldir, hər şey öz qaydasındadır. Qardaş da narkomaniya ilə mübarizə aparan qardaşlardandır. Reabilitasiya mərkəzinə, özünün fəaliyyət göstərdiyi reabilitasiya mərkəzinə xəstə insanları cəlb edib, onları müalicə etmək istəyirsə, bunu da mənim videom üzərindən baxış toplayaraq edirsə, mən haqqımı halal edirəm.